Rəhimov Zaur, Sibrizdən, Bakıdan, Azərbaycandan Sibrizdən gəlmişəm. Burada şirkət yaratmışıq, hazırlaşırıq ki, inşallah burada əsasən Sibriz Özbəkistanın işlərini görmək və həm də bazarı dəyərləndirmək, digər işlərlə bağlı müraciət eləmişik, gəlmişik. Gözəldir. Maraqlı bir sual. Bu işgüzar Networks-a siz bura artıq söylədiniz ki, 3-cü dəfədir Özbəkistana gəlmisiniz. Özbəkistan haqqında bir təəssüratlarınızı bizim bu səhifəyə, yəni bu işgüzar səhər yeməyi haqqındasınız. Çox yaxşı təsir bağışladı. Köhnə dostlarımızı gördük burada. Təzə Azərbaycanlılar hansı ki burada bizə lazım olan xidmətləri var, onları tanıdıq. Bu çox yaxşı oldu. İnvestisiya fondu ilə maraqlı söhbətlər oldu. Gələcəkdə ola bilər ki, bizə lazım ola bilər. Yəni bunu normalda biz bəlkə də axtara-axtara gəlib tapa bilmərik, amma bu qeyri-ənənəvi formada olan bu görüş çox faydalı oldu düşünürəm. Gələcək üçün də belə deyək də indidən yatırım kimi bir şey. Düşünürəm ki, tək mənə yox, burada digər şirkətlərə də faydalı olacaq. Dərin təşəkkürümüzü bildiririk bu söylediğiniz kimi yanında. Biz bildik yani siz söylediğiniz gibi Sibriz'den gəlmişsiniz hal-hazırda. Siz əgər icazə isə bir maraqlı bir sual verərdim sizə. Şirkətin daha tez nə məhv edilir? Yəni belə bir fikirləşsək, səhv strategiya yoxsa düzgün strategiyanın zəif həyata keçirilməsi? Mənə elə gəlir ki, şirkəti bunlar yox, mənə gəlir ki, şirkəti məsuliyyətsizlik məhv edə bilər. Şirkəti belə deyək, işin üstündə olmamaq bu. Biraz düz termini bəlkə də bunun yoxdur, amma bir çox, bizdə tikinti şirkətidir. Bir çox konsalting şirkətləri var ki, onlar deyirlər ki, bir tikinti şirkəti yaradıb sən otura bilərsən ofisdə və böyük gəlirlər, böyük bizneslə əldə edə bilərsən, kimlərsə sahədə işləyə bilərlər. Bunlar hamısı mifdir, mən elə düşünürəm. Çünki bir tikinti şirkətinin rəhbəri, hətta sən çox böyük bir şəhərlər belə qursan, bizim elə rəhbərimizi götürsək, misal üçün, Emin Ağalarov bu boyda işin içində özü hər gün sahədə, hər xırdalıqla maraqlanan adamdır. Çünki tikintini yalnız belə aparmaq olar. Şirkət də yalnız belə uğurla eləmək olar. Biz də ona baxırıq, onun da bir məktəbini keçirik, çünki onun da məktəb böyükdür. O da başqa bir böyük məktəb keçib, ondan faydalanırıq. Şirkəti ancaq bu uğurla eləyə bilər ki, insan birincisi öz işindən həzz almalıdır, ikincisi isə hər gün öz işinin üstündə olmalıdır. Yəni, rahatçılıqla yox. Oldu, düzgün. Teşekkürümüz bir daha. Buyurun. İştirakınız sizlərin məmnuniyyət duydu. Çox sağ olun. Çox sağ olun. İşinizdə uğurlar olsun. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Siz başlayın.